Herkese salam dostlar. İkinci buraxılışa baxsınız. Retro yolların ikinci buraxılışına baxsınız. Biz artıq Lənkərandayıq. Amma Lənkərana necə gəldik, onu növbəti kadrlarda görəcəksiniz. Zeynal, niyə sakit durursan? Hə Zeynal? Az sonra. Bravo. Və əlbəttə ki, çay deyiləndə samvar çay içəcəyik. Amma hansı çaydan? Reçer çaylarından. Çayımız dadlı olacaq. Yarım gözləməni. Görə bilməsən də gözləməni. Sabahınız xeyir. Bu dəfə Zeynal gəlib götürür. Məni gözlülük gəlsin çıxsın. Herkese salam dostlar. Saat təqribən 6:25-6:30 aralığıdır. Keçən həftə Sadıq məni gəlmişdi götürməyə. Bu həftə isə mən onun dalınca gedirəm. Bugün çox maraqlı keçəcək. Bəli dostlar, Sadıq Şirin məhəlləsindəyik. Hal-hazırda Sadığı gözləyirik ki, gəlsin və mən bu sehirli rulu təhvil verim ona. Zeynal. Sabahınız xeyir olsun. İkinci buraxılışa baxırsınız. Bugün yolumuz Lənkəranadır. Bayaq video çəkirik. Bir 10 dəqiqə yol gedir yarısı. Video çəkirik. Birdən hiss elədik ki, nəsə o deyil. Səhv mikrofonu götürmüşəm. Səs yazmır. Sərdən beləyik. Heç də səs yazmır. Videoya baxırıq. Prosta ağız açılıb bağlar. Pantomim oynayırıq elə bil burada. Nəysə, sabahınız xeyir. Bilmirəm günorta vaxtsınız, yoxsa axşam, yoxsa səhər. Hər vaxtınız xeyir. Gedirik Lənkərana. Retro yollara baxırsınız. Çox maraqlı olacaq. Hava soğuk mu? Yox, sıcaq. Gəldik marketə. Hələ ki problemsiz gəlirik. Ağzımı açdım. Nəsə olacaq. Ümidvarım olmayacaq. Çünki baxımını elətdirmişik maşının. Hər şey yaxşıdır dedi usta, yola çıxa bilərsiniz dedi. Yolda görəcəyik. Yola çıxa bilərdikmi, bilməzdikmi? Belə, düşək marketdən yeməyə bir şey alaq. Uşaqlar, marketə girdik. Çoxdan yoxlamaq istədiyimiz Dubai şokoladını aldıq. Bilmirik daha nə qədər Dubai'dır. Yeyək görək. İlk dəfə dadına baxacağım, həyəcanlıyam. Mən həyəcanlı deyiləm. Mən həyəcanlıyam. Onlara maraqlı deyil. Mən maraqlıdır. Buranın 2XL-in gedin. Ben başlamışam. Belə eləyək, qızlar eləyək. Açdıq. Yapma ya. Dadlıdır. Mən uca həyəcanlı deyiləm. Dadlı da olmanın. O Şokolad da hərdən yəni. Dubai. Wow. Özümü Dubai'da kimi hiss edirəm. Salam aleykum. Keçən dəfə soyuqdan donan Zeynal kutkasını çıxardıb oturub. Harınlamaq belə şeydir. Pul oldu, yəni adam belə olur da. Səlyan rayonuna girdik, amma Lənkərana gedirik. Nə vaxtsa Səlyan buraxılışımız ayrı olacaq. Hələ ki problemsiz irəliləyirik. Tək problem yolların pis olmasıdır. Başqa hələ ki bir problem yoxdur. Hələ ki problemsiz irəliləyirik. Biraz dayandıq ki, dincələk. Zapını... Hə, buyur. Deyim, sən de. Yox, sən adı Aşkım öncə sən qapat. Mən ona, o mənə özük deyir, mən də ona bözük deyirəm yəni. Belə Hə.
Zapını sürmək çətindir çünki rolu biraz ağırdır, təkərlər nazik idi deyə biraz oynayır, amma hələ ki qaydasında gedirik, bir problem çıxmayıb. Buyur. Hava da şimala baxanda nisbətən daha istidir. Keçən videoya yəqin ki baxmısınız. Orada biraz donmuşduq. Biraz. Donmuşduq. Uşaqlar. Bayaq. Çox xeyif, kamera açıq deyil. Zeynal rola keçib. Nəysə, saxladıq yolda. Saxladılar yolda. Zeynal düşmək istəyəndə ayağın həsini işte girdi yerə. Əlini göstər də. Gələ rolu tutuzdursam da. Rolu tutuzduramam. Evet. Geç. Geç. Arkadan geç. Lan oğlum ayağın gazda arkadan. Əli görsüz. Çox normal yıxıldı. Belə ürəkdən altı. Düz polisin qabağında özdə. Aynen çox gülməliydi. Hoşum. Belə. Uşaqlar, Zeynal'ın sizə bir anekdotu var, zarafatı var. Buyur Zeynal. Kişiyə sual veriblər ki, gedən üçün çətindir, yoxsa qalan üçün? Kişi də qalib deyib ki, Son şakasını yaptı bize. Zeynal yoruldu. Qolu ağrıyır ucu. əlinin qırıq olmasından istifadə edib ancaq mənim maşını sürdürür. Oy, yolun su. 200 km yol sürmüşəm, buradan 70 km yol qalıb, onda bu sürür, beğenir. Hoşum, bir dənə çay içəyə qəşək. Normalini belə içdi. Buna səsi. Ondan sonra yolumuza devam edelim. Çay bizdən qabaq gəldi. Getmişdi şirniyyat seçməyə, çay gəldi. Maraqlı şirniyyatlar var burada. Belə smaylik var. Hara? Səlyan nabatı. Hə, hoşum, maraqlıdır. Şirniyyatlarımız da gələcək indi. Uşaqlar, bu möhtəşəmdir. Yəni gəlsəz buralara mütləq sınayın. Çox qəşəngdir. Səlyan nabatı. Möhtəşəm dadır. Şirin pambıq dadı verir. Səlyan yazısından hardasa 30 kilometr təqribi sonra Hacıoğlu deyə bir restoran deyək, yer var. Çox qəşəngdir, münasib qiymətlərdir. Çay, şirniyyatlar içdik, 3 manat 90 qəpik pul verdik. Qayıtdıq 2015 elə bil. Hə, çox sağ ol Zeynal. Əlim gələn həftə çıxacaq. Burada Hacıoğlu restoranının içində Akazovitska park da var. Hardakı zipline və kanat var və digər uşaqlarınız üçün əyləncələr var. Gələ bilərsiniz. Biz gediyində görə işləyirsə və çox baha deyilsə zipline-a minəcəyik. Kabinet qəşəng. Kabinetlərdə orada deyəsən göl var, bu da yerlənçəkdir. Orada da romantik dönəndə 14 fevral idi. Qəşəng orada belə şey var. Ürək formasında yerlənçək. Gəlib bir yerdə yerlənə bilərsiniz. Bax, elə bil ki, belə gəldiniz, oturun. Yerlənirmiş hə bu. Nə bildim. Deyəsən bağlıdır. Normal. Başım burada gəlib qəşəng belə Gəldəcə çapqın, kaldırımda baygın, danananay, o mahnı ilə qəşəng love story'lər çəkə bilərsiniz. Kaldırımda bay. Ondan sonra gəlib belə əl-ələ tutuşub göyərçindən üstünə qaça bilərsiniz. Onlar da belə qaçacaq. Elə bir ki belə. Aa, yox, var imiş zipline. Ah, buradaymış zipline. Üzr istəyirəm.
Zipline buradaymış. Mən də bilmirmişəm zipline nədir. Tək bunlar bir yox. Всё, heç nə. Bu batutuymuş. Mən bunu niyə zipline kimi bilirəm? Zipline hansıydı? Hə, belə buraxır belə, hə. Ulan geri zekalı nereye yapıyorsun? Özünə tərcih edirəm. Belə. Hacıoğlu'dan çıxdıq. Yola davam edirik. Waze-dən artısa 1 saat yolumuz qalıb göstərir, amma zapı ilə getdiyimizi nəzərə alsaq, bu hardasa 2 saat olacaq. İzləmədə qalın. Gəldik, çatdıq Lənkərana. Gedirik indi Samovar abidəsinə. Ora deyək, oradan da gedirik Lənkəran bazarına. İzləmədə qalın. Bu gördüyünüz qala Lənkəran qalasıdır. Hardadır? Düz Lənkəranın Samovar abidəsinin yanında. Samovar abidəsi isə bu arxamda indi görəcəyiniz dünyanın ən böyük samovarıdır. Gördüyünüz bu samovar abidəsi internetdə oxuduğumuz məlumatlara görə, indi bilmirik nə qədər düzdür, nə qədər səhvdir, 1978-1979-cu illərdə inşa edilib, yəni o aralıqda. Hündürlüyünü tapanmadıq, nə qədərdir. Lənkəran cəmaatı kim bilirsə şərhlərdə yazar. Yəni təqribi düşünürəm ki 10 metr azı var, azı. Dünyanın ən böyük samovarı deyə bilərik. Bilmirəm indi başqa yerdə hardasa daha böyük samovar varmı? Bu əlbəttə mənim fikirləşdiyim şeydir. Dünyanın ən böyük samovarı demişəm. Hoşum belə Lənkərana gəlsəz mütləq şəkildə gəlin burada bir şəkil çəkdirin. Gördüyünüz kimi bu Samovar abidəsidir. Mən də düşmək istəyirdim, qoymadı. Onda keçdi videonun Tamamlayaq. Hara gedirik indi? Hə, biz Lənkəran böyük bazarına. Bravo! Doğrudur. Lənkəran zibilliyi. Çox böyük bir zibillik görürəm. İçəridən girib çəkməyə qoymadılar. Çox pislənir, həddindən artıq pislənir. Mən bu boyda, nə yalan deyim, zibillik görməmişdim həyatımda. Bu hələ 4də 1-idir. Çox pisi vurur. Yazıblar ki, ətrafı zibilləmir. Zeynal gəldik hara? Düzdür, Zeynalı eşitmirsiniz, mən deyim, o mənə cavab verdi. Lənkəranın böyük bazarına. Və burada nə edəcəyik? Düzdür, hədiyyələr paylayacağıq. Hədiyyələri kimdən paylayacağıq? Əlbəttə ki, sponsorlarımız olan Richard və Curtis çayları göstərək. Və bir hədiyyəmiz də buradakı yerli cəmaata kimdən olacaq? Daha bilmirəm, çıxarsın. Mişdə xəzək yağları. Yeməyinizin daha dadlı olmasını istəyirsinizsə, mişdə xəzək yağlarını istifadə edin. Kim oynayır? Ben oynuyorum. Siz oynuyorsunuz. Çox gözəl. Adınız necə oldu? Mövsüm. Mövsüm bəy. Çox gözəl. Mövsüm bəy, suallar verəcəyik. 3 dənə sual. Üçünə də düz cavab verə bilsəz, sizə sponsorlarımızdan hədiyyə verəcəyik. Başlayaq. Gel başla. Birinci sualımız. Lənkəran hansı dənizin sahilində yerləşir? Xəzər dənizində. Bravo, variantlar demədiniz. Əla, birinci sualı keçdik.
Lənkəranın ən məşhur kənd təsərrüfatı məhsullarından biri nə hansıdır? Limon. Bizim variantlar arasında yoxdur. Mən öz variantlarımı deyim, siz tapın. İyi. Kofe, zeytun, tütün, çay. Lançanında bitenlerden danışsan. Hə, bəli. Çay. Kömək edirsiniz. Yo, ben sebebini işleyemem bana olmuşum. Çay. Söz. Yo, buna Bir dənə müəllimi çəkin. kahve Hadi yaxşı. hadi ya. İkinci suala da köməklə də olsa düz Kömür cavab yok, ver. düz mağaradan düz cevap vermişim. Kömür olmuyor burada. Evi kömür etsen kömür Beş. olur. Bir tane de Ondan veresen keçək. taparım. Növbəti suala. Lənkəranın iqlimi necədir? Quru, subtropik, arktik, səhra. Subtropik. Bravo. Üç suala da Sen mənim... bir anda böyle tapın bir kağıt evi. Yox, biz onun başqa... Bravo. Qəşəng. Hədiyyəmiz. Görün ne verin. Hədiyyəmizi verin. Hədiyyəmiz sponsorlarımızdan bir dənə tuta bilərsiniz. Sizə zəhmət Əlim Yüngülvari. Hədiyyəmiz mişdə xəzək yağları, günə baxan yağı, Kakırız imkanım yok idi Şu, eyvallah. Richard və Körç çayları. Ben kağıt çay vereyim. Bir çay. Senin boş bir Bu da möhtəşəm çaydır. Bana Yoxlayın. bak. Görək qarşımıza. Siz bilirsiniz, Ne? Lənkəranda çayın bitdiyi. Lançaran durmam da sen Allah sana korusun. Boş. Lənkəranın simvollarından olan Samavar abidəsi neçənci ildə inşa olunubdur? Ben şitanın için. Təqribi düzdür, dəqiq bilirsiniz. Dəqiq deyə bilərəm ki, şitanın içindədir. Tam dəqiq cavab olmasa da çox yaxındır müəllim. 79-cu ildə inşa olub, 78-79-cu illərdə. Yəni yaxın idi bu sualı düzgün cavab vermiş kimi sayırıq. Bravo. Keçək ikinci suala. Heykəlin adında hansı iki mətbəx əşyasının adı keçir? Qazan və tava, çaydan və çay süfrəsi, samavar və armudu stəkan, bula və qaşıq. Armudu stəkan vardı onun altında. Aha, samavar və armudu stəkan. Samavar armudu stəkan var. Bravo. İkinci suala da düzgün cavab verdi Sərhad bəy. Düz dedim daha doğrusu. Sərhad. Düz dedim. Əla, yadımdan çıxmayıb. Üçüncü sualımız biraz çətin olacaq. Üçüncü sual bayaq bəyə də verdik, amma tapdı üçüncü sualı. Amma əslində o qədər çətin deyil. Üçüncü sualımız. Dünyada neçə dənə okean var? Olmaz çətin olur. Qıraqdan kömək ala bilərik məncə. Aha, Dörd dənə. çəkək. 4 tane. Ne? Aha, 4 tane. gəlin hamı kömək olsun. Atlantik okyanı. Aha. Bir tane de var. Yani bu. Neydi? Aş. Aş? Ha, eyvah gel. Buzluk. Buzluk okyanı. Şimal buzluk okyanı. Var. Şimal buzluk okyanı. 4 tane. 4 dənə təəssüflər olsun. 5. Dünyada 5 okyan. Uşaqımın oğlu. Ben oğluyum. 5'i sorunu da okuyun. Ben okuyanda olmuyor böyle. Bəli. 2000-ci ildə 4 dənə idi. Benim yoldaşım. 2000-dən bu tərəfə uje 5 dənə oldu. Adam olduğu bilirdi. Yok yok 5'i soran. Yani Sağ olun. Sizə çay hədiyyə verək. Çay qalanda içərsiniz. Sen bize al ver bize. İster lazımdır. Ne lazımdır? Ne lazım? Sana lazım. İstemsen ver bize. Açarsınız, bu nəlidir? Beri. İstemsen ver. Gilə meyvələr qarışır, çiyəli. Gəlsən dalımıza baltayla kassa varım. Nuş olsun. Səhəl bəy. Çox sağ olun. Sağ olun, yaxşı olasınız. Şeydir, mən niyə vermədiniz? Zarfat edirəm, oyunu oynayaq sonra verəriz. İsmail bəy, çox gözəl. İsmail bəy, 3 dənə sual verəcəyik. Üçünə də düzgün cavab verə bilsəz, bizdən sponsorlarımızdan hədiyyə qazanacaqsınız. Başlayalım. Hazırıq? Başlayalım. Getdik. Birinci sualımız. Bəzi aylarda 30, bəzi aylarda 31 gün var. Bəs hansı ayda 28 gün var? Fevral diyor. Fevral diyor. Fevral. Fevral. Başqa variant yoxdur? Yoktur. Hamımız uduzduz. Çünki hər ayda 28 günümüz var bizim. Məntiqli sual idi biraz.
Canı sağ olsun. Ne bir tane. Canı sağ olsun. Sağ olun. Əlim və yüngülvarı. Şaka ver. Sağ olun, çox sağ olun. Teşekkürler. Təşəkkürlər. Kölçü çaylarından hədiyyə Allah götürün. kömək olsun. Soyuq havalarda içərsiniz. Sağ olun bana. Armudu yeyək. Armudu yeyək, armud. Emre, her ayda 28 gün vardı. Affeder. Oynamaq istəyən var başqa? Salam aleyküm. Aha, oynuyorsunuz. Armudumuzu yeyirik. Növbəti iştirakçımız. Adınız necə oldu? Yusuf. Yusuf bəy. Bravo. Mahmud Ahmet'i, az sakalımız diye. Demine sualları. Sen kapan. 5 lira dedim. 5 lira dedim okşaca yumurta hesabına 5 lira. Sağ olun. Allah razı olsun. Etiraz edirəm. Niyə etiraz edirsiniz? Lənkəranın tarixi inkişafında mühüm rol oynayan coğrafi xüsusiyyət hansıdır? İpək yolunun yaxınlığı, sənaye inqilabı, müstəqil dəniz limanı. Ne anlatıyorsun be abla? Gözünü seveyim be abi. Kesin yığıştırın, gene yığıştırın burada. Ha. Yığıştırın burada deyirəm. Oyunumuzu oynadıq. Təəssüflər olsun ki, biraz narazıçılıqlar yarandı. Çünki 50-60 nəfər adam yığılmışdı. Siz də gördünüz yəqin ki, kadrlardan avtobus, maşın gedib gəlirdi. Dayandırmalı olduq oyunumuzu yarımçıq. Çünki artıq çox sıxlıq yaranmışdı. Amma davam edirik. Gedirik indi hara? Lənkəranın digər gəzməli və görməli yerlərinə. Amma ondan qabaq Zeynalın bir sözü var. Yemək lazımdır çünki səhərdən yeməmişik, acıq. Zeynal acdır. Axır ki danışdı. Nuş olsun Zeynal. Zeynal yeməyini yeyir. Lənkəran spesifik yeməyi. Lənkəran mövcud yeməyi. Berlin dönəri. Uşaqlar deməli saata baxdıq, saata fikir vermirdik səhərdən. Gördük ki, saat ucu 5-in yarısıdır. Hə. 5-in yarısıdır. Birazdan hava qaralacaq. Gedək tez bazarlığımızı eləyək, gedək kempinq ərazisinə. Artıq digər gəziləcək yerləri sabah gəzəcəyik, davam eləyəcəyik. Çünki saata heç fikir verməmişik. Gec gəlib çatdıq. O qədər hər şey belə maraqlı keçdi ki, yadımızdan çıxıb saat. İndi isə gedirik marketə, oradan da kempinq ərazisinə. Getdik. Bilmirsiniz Dubai şokolatı harada var? Yox, siz də bilmirsiniz. Bu da bizim kamp ərazimiz. Lənkəranda Mingəçevir çayı. Qəşəng. Çay demək, göl çay nə? Çayları içir çayları. Budur, çadırımızı qurduq. Təzə qaz sobamız, odun sobamız daha doğrusu qalacaq. Stolumuz, kravatımız, maşınımız buradan görsənir. Açın. Belə. Axır ki çadırımızı qurduq. Bu bizim yeni odun peçimiz. Bəli. Bu Zeynal, bu bizim qonağımız. Zeynal buralı olduğuna görə burada
burada qohum, əqrəba və dost tanışlar çoxdur. Tək qalmayacaq bu gün, soyuqdan ölsək, öləcəyik. Qalsaq da qalacaq. Belə, birazdan gedəcəyik çay içməyə. Çadırı qurduq, lampışkalarımızı astıq. Yaxşı olacaq. Gəldik, çatdıq çayxanamıza. Bu bizim zapımız. Par parıldayır. Bu isə bizim Zeynalımız. Bura həm çayxanadır, həm bilyarddır, həm hamam. Bravo. Yola gedilər pirəyə. Başladılar vurmağa. Dayda yanmadan çay gətirirdi uşaqlar. Yanmadan çay gətirirdi. Belə Gəl çay verəsən. Qəti çay. Uşaqlar, məsələ bilirsiz nədir? Çaylar stəkanda gəlir, bildiyimiz stəkanda gəlir. Çayın yanında yəni şokoladdır, bilet qazab söhbəti yoxdur. Bu qətdir. Sən içməyə nə var, sana da çay. Demək Sadıq sual verir ki, çay nə içməyə nə var? Deyir ki, sadə çay. Çayla elə ki, çay gətirib, bölündə çay gətirir. Bu belə bir şeydir. Sizdə də puş gətir. Və məsələ bilsən nədir? Bu adam soruşmuş ki, yenə gətirim yoxsa yox. Çay qutardı isə təzəliyə. Çay qutardı təzə. Mən dedim ki, dayı da diyanda xahiş edirəm. Deməli uşaqlar, istəyirdik yemək bişirək çadırın yanında. Sadəcə rütubət həddindən artıq çox olduğuna görə qazımız yanmadı. Biz də gəldik belə maraqlı bir kafeyə. Xalçası var, qəşəngdir var da. Belə. Dadlıdır. Kolamız da burada. Bir nə deyirsən? Şubaykik. Şuvaşçik. Oh. Hə, indi odu qalayacağıq. Sağ olsun Nahid. Lənkərandan Nahid. Separavi kəndi. Separadi. Çox üzr istəyirəm, səhv dedim. Separadi. Məncə çox oldu. Yox, çox olmadı. Dəqiq. Yandıraq. Odumuzu qaladıq. Çox böyük oldu. Hə, o böyükdür. Rahat olma. Bağan indi həll eləyəcək. Möhtü ver mənə. Bir dənə hündür yerə. Hadi yandıra bildik. Süper. Çəkkinən. Gözəl. Uşaqlar çərinin nə qədər isti olduğunu göstərmək üçün bilmirəm görsəniz yoxsa yox. Tərliyib bura. Baxın. Hə, o qəşəng görsəndi. Biz də tərləyirik. Görürsünüz. Açmazda çox üşüdük. Burada çox istidir. Odun peçi özüdür. Zeynal maykada uzanıb uca. Hazırlaşırıq yatmağa. Sabah günümüz uzundur. Gəzəsi bir neçə yerlərimiz var elə. Və əlbəttə ki, Bakıya yolumuz. Biz yatırıq. Sizin də gecəniz xeyrə. Əgər gecə baxırsınızsa, özünüzdən müğayət olun. Uşaqlar, sabahınız xeyir. O yandan bir şey göstərim. Yatağınızda dünən Zeynal necə yatmışdı. Maykayla. Zeynal. Zeynal. Bak. Biz hər şeyi nəzərə almışdıq, amma bir şey nəzərə almamışdıq ki, odun qutara bile. Ne diyorsun Zeynal? Kalması yok şey. Onun fikirlərimi sözlə ifadə edeyim. Evet, yani ki onun yanında saçımızdan daha rahatıydı. Ha, yatabildi en azından. Yani böyle. Ha, tam uyandı. Hüseyin Maykayla yatmıştı. Bu nətər oldu ki, bu belə oldu. Allah alttan da şey diyor. Şimdi indirim ben. O gün gecə Zeynal normalni söhbətlər eləyir belə yuxuda. Normalni ad duşu da yəni ki. Allah durmuşam odun qoyma. Eləmə. Nəsə deyir. Ben danışmam yuxuda, danışmam. Amma yatdıq əsas normallə. Yarıyır bu uşaqlar. Prosto biz bu dəfə
biraz odunları düzgün seçmədik. İçi boş odunlar idi, tez yanıb qurtarırdı. Yavaş yavaş yığışırıq, hazırlaşırıq, çadırı yığacağıq. Hə Zeynal? Aha, normal. Gedirik uşaqlar. Uzaq sök eləyəcəyik. Ondan sonra Lənkəranın bəzi yerləri var, hansı ki, onları çəkməmişik. Onları çəkib sizə göstərəcəyik. Bir də ki, kommentə kim hansı rayonu təmsil edir, kim haraldı. Zəhmət olmasa yazsın. İçindən seçib növbəti gedəcəyimiz rayon ora olacaq. Gözəl. Dostlar, hər kempingdən sonra qaldığımız ərazinin təmizliyinə mütləq şəkildə riayət eləməliyik, baxmalıyıq və təmizliyi belə çıxmalıyıq. Mütləq təbiəti qoruyaq. Çadırımızı yığdıq. Gedirik bir dənə qəşəng səhər yeməyi yeməyə. Hə Zeynal? Gəldik səhər yeməyimə. Lənkəranın Targovusunda, burasını da göstərəcəyik sizə. Zeynal, bəlkə yeməyin adı nə idi? Mıxlama. Mıxlama yeyəcəyik. Nəsə yerli bir şeydir, kakraz yerli bir şey tapdıq. Və əlbəttə ki, başqa yerli baxacağıq, görək nə var. Təxmin edirik ki, yerli bir şeydir. Yerli olmaya da bilər. Yəni mən Lənkəranlı olaraq görməmişəm mıxlamanı. Hoşum belə, birazdan bu Targovunu gəzəcəyik. Lənkəranın Targovusunu tapdım. Gedək. Burada Lənkəran cəmaatı axşamlar ailəsinlə, dostlarıyla, tanışlarla gəlirlər. Bizim necə Bakıda Targov var. Burada Lənkəran Targovsudur. Çox uzun bir küçədir belə. Axşam gəzinti edirlər. Burada kafe shoplar var, mağazalar var, fərqli-fərqli maraqlı tamtamlar var. Gənclər mərkəzi var orada. Yəni restoranlar, əyləncə, yəni belə deyim, əyləncə mərkəzidir Lənkəranda gənclər üçün. Gəncsinizsə, dost tanışınızla gəlirsə, bura mütləq gəlin deyin. Buradan isə yollanırıq hara? Lənkəranın moluna. Dosa mol. Düz? Düz. Getdik. Baxın, belə bir maraqlı bir şey tapmışıq. Dosamolun ortasındadır, çöl hissəsində. Yəni, bu duz deyil məncə. Çünki dilimə... Yox, duz bu prosta şeydir. Uzaqdan bir dənə kadrı götür. Və belə bir şeydir. İnsanlar əgər əl üzünü falan yumaq istəyirsə, burada su açılır. Və çox güman ki, kanalizasiya sistemi də içəridən gedir. Çox maraqlıdır, dəhşət maraqlıdır. Deməli, uşaqlar, Lənkəranda Dosamolun içində uşaq əyləncə mərkəzi var. Biz hətta özümüzə də çox maraqlı oldu. Kartını falan aldıq. Kadrlar bundan sonraki videoda. Və budur. Bütün Lənkəranlıların yaralı yeri. Lənkəran şəhər stadionu. Düzdür, biz bugün dəfələrlə bildirsək də, stadion rəhbərliyindən xahiş etsək də bizi içəri buraxsınlar. Biz keçək içəridə şəkil çəkək, video çəkək, insanlara göstərək stadionun hal-hazırki vəziyyətini, amma bizə icazə vermədilər. Buradan səslənirəm Lənkəran şəhər stadionunun rəhbərliyinə. Əgər bu video sizin qabağınıza çıxıbsa, xahiş edirəm, bizlə əlaqə saxlayın və bizə icazə verin, gələk burada çəkiliş aparaq.
Gördüyünüz körpü Lənkəran şəhər cəmaatını Lənkəranın oyunlarından ayıran körpüydü. İnsanlar oradan axın eləyərək stadiona gəlirdilər və 15 minlik stadion demək olar ki, bütün oyunlarda dolaraq insanların maraq yerinə çevrilirdi. Və budur, Lənkəran buraxılışımızın sonuna gəldik, çatdıq. Notları Lənkəran şəhər stadionunda bitirdik. Ümidvarıq, bəyəndiniz bu buraxılışı. Ürəyimizcə oldu, ümidvarıq. Güldünüz, əyləndiniz, ümidvarıq. Bizdən bu qədər, bu günlük bu qədər, bu verilişlik bu qədər. Gələn verilişlərdə görüşənədək retro yollara baxırdınız. Zeynal da sizə sağ ol demək istəyir. Çox sağ olun, like atmağı, komment yazmağı unutmayın, kanala abunə olun və bildirişləri açın. Sağ ol. İndirdilər məni, amma səndəki yarım gözləməni. Görə bilməsən də gözləməni, yadına sal xoş sözlə məni. Canım, mən qaydacam, qorxursan ki, yer yolda qalacam. Qar olacam qışda mən, istəsən yağışda mən. Oğlum, gəzdiyin yerlərə dolum, donum, yolum gətirdi məni bugünkü günə. Bir il keçdi, amma elə bil ki, dünən evi tərk etdim tək. Səbəb sənin olmaq istəyir. Bil ki, biz desələr də səni, ağlıyor. Desələr də səni, çox sevirəm, çox sevirəm, çox. Sənə bax. Və bu da son. Amma yenə də Bakıda. Bakıdayıq.